Dövlət Su Ehtiyatları Agentliyinin tabeliyində olan Şabran Su Meliorasiya Sistemlərinin İstismarı İdarəsi tərəfindən rayon ərazisində meliorativ tədbirlər tərtib olunan istismar tədbirləri planına əsasən davam edir. İdarə 19.000 hektar suvarılan sahəyə xidmət edir. Su itkisinin qarşısını almaq və sahələrin vaxtında suvarılmasını təşkil etmək məqsədi ilə idarənin balansında olan mexanizmlər vasitəsilə ilin əvvəlindən etibarən su təsərrüfatı obyektlərində geniş miqyaslı istismar və bərpa işləri həyata keçirilib. Belə ki, suvarma kanallarında 150 kilometr məsafədə lildən təmizləmə işləri görülüb. Görülən işlərin nəticəsində kanalların su örtücülük qabiliyyəti artırılır ki, bu da su itkisinin qarşısını almış olur. Həyata keçirilən tədbirlər nəticəsində suvarma şəbəkəsinin istismar vəziyyəti yaxşılaşdırılır, suyun daha səmərəli paylanması təmin edilir. Cari ilin ötən dövrü ərzində rayon ərazisindən keçən magistral kanallar və çaylardan ümumilikdə 4,7 milyon kubmetr su götürülərək su istifadəçilərinə çatdırılmışdır. Bunun nəticəsində rayon üzrə 3775 hektar ərazidə becərilən müxtəlif növ kənd təsərrüfatı bitkələrinin suvarılması təmin olunmuşdur. Eyni zamanda cari ilin mart və aprel aylarında müşahidə olunan intensiv yağıntılar nəticəsində Dəvətçay və Şabrançay çaylarında baş vermiş sel hadisələrinin yaratdığı təhlükələrin aradan qaldırılması istiqamətində də operativ tədbirlər görülmüşdür. Şabran Su Meliorasiya Sistemlərinin İstismarı İdarəsi əkin sahələrinin suvarılmasını təmin etməklə bərabər əhalinin içməli suya olan tələbatını da ödəyir. Bu istiqamətdə işlər davam etdirilir. Belə ki, idarə tərəfindən içməli su təchizatı sayəsində verilən texniki şərtlər icra olunub, rayonun Sincanboyat kəndində yeni içməli su şəbəkəsi inşa edilərək kənd əhalisinin istifadəsinə verilib. Rayonun 5 kəndi içməli su ilə təmin edən diametri 160 mm olan magistral su xəttində uzun müddətli istismar nəticəsində yaranmış nasazlıqların aradan qaldırılması məqsədi ilə təmir bərpa işləri aparılır. Hazırda su təchizatının etibarlılığını artırmaq, gələcəkdə baş verə biləcək su itkilərinin və qəza hallarının qarşısını almaq məqsədi ilə boru xəttinin 1 kilometr hissəsi yeni borularla əvəz olunur. Görülən işlərin əsas məqsədi içməli su təchizatının etibarlılığını artırmaq, su itkilərini minimuma endirmək, qəza hallarının qarşısını almaq və istehlakçıların fasiləsiz içməli su ilə təminatını daha da yaxşılaşdırmaqdır. Qeyd edək ki, Şabran Su Meliorasiya Sistemlərinin İstismarı İdarəsi tərəfindən Şabran rayonunda yaşayış məntəqələrini və əkin sahələrini sel sularından qorumaq üçün mühafizə tədbirləri də görülür. Bu məqsədlə texnikalar vasitəsilə çay məcralarında tənzimləmə işləri davam edir.